Birinci söz, bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 33-cü kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Sürət qatarı yolda, qiyamət yaxındadır. Biz qiyamətin yaxınlaşdığını artıq dünyamızda baş verən qeyri-adi hadisələrdən də təxmin edə bilirik. İstər dünyanın təbiətində baş verən iqlim dəyişikliyi olsun, istərsə qəribə metamorfozlar olsun, istərsə də bizim də bir parçası olduğumuz müxtəlif cəmiyyətlərdə bu yaxınlara qədər insanlara qarşı münasibətlərini normal qəbul elədiyimiz, çıxardıqları qərarlarda heç bir naqislik olduğuna inanmadığımız dünya rəsmiləri ilə sadə vətəndaş arasında son illərdən bəri hər şeyin yerinin də, xarakterinin də dəyişməsi olsun və bir də belə bir sürətli dəyişim nəticəsində baş verən digər paralel şeylər olsun, bütün bunlar bir zamandan bəri nə səbəbini bildiyimiz, nə də alışa bildiyimiz bir gerçəkliyə dönüşməklə bugün artıq bizə yad gələn, bizi ciddi şəkildə narahat edən, hətta qorxudan problemlər arasındadır. Problemlərin ciddi olması bir dərd, qloballaşması da başqa bir dərddir. Qloballaşma deyərkən də anlamaq lazımdır ki, bugün dünyada baş verən hər şey eyni anda, həm də artıq dünyanın hər yerində, yəni aid olduğumuz gəzəyinin bir ucundan o biri ucuna kimi hər yerdə baş verir və artıq bundan heç bir yerə qaçış yoxdur. Halbuki dünyanın ilkin halında da tez-tez baş verən, baş verməsi bizdən asılı olmadığı üçün bizdə heç bir şübhə oyatmayan, bu yaxınlara qədər normal saydığımız, çox da diqqətimizi çəkməyən bu daşqınlar, zəlzələlər, vulkan püskürmələri, tsunamilər və digər buna bənzər təbii fəlakətlər bugün nədənsə bizi başqa cür qorxudur, bizdə min bir şübhə oyadır. Doğrudanmı bu fəlakətlər təbiidir? Əcəba Allahın yaratdığı möhtəşəm təbiətin, Allahın yaratdığı şərəfli insanlarla nə dərdi ola bilərmiş ki? Aradan keçən zaman içində nələr oldu? Əcəba kim kimin yolunun üstünə çıxdı? Dünyanın gərdişini tənzimləyən ölçü meyarı pozuldu mu? Sıradan çıxdı mı yoxsa? Dərd odur ki, təbiətin öz qəzəbini başımıza indirməsi azmış kimi, dünənlərdə özümüz kimi inandığımız, öz əlimizlə seçib başa gətirdiyimiz rəhbərlərimiz, o rəhbərlər ki, yaşayışımızın ədalətli qanunlarla yönləndirilməsinə nəzarət etməliydilər. Buna and içmişdilər. Həmin o dövlət başçılarımız da bugün bizə qarşı düşmən mövqeyi tutan, zülmün hər növündən əleyhimizə istifadə edən zalim diktatorlara dönüşmüşlər. Elə isə nə baş verir görəsən? Əcəba bütün bunlara biz mi səbəb olduq? Bütün bu baş verənlər Allahın cəzasıdır yoxsa? Yoxsa biz inkişaf, tərəqqi deyərək çox irəli getdik, bununla da bilmədən Allahın işə qarışmış olduq. Yoxsa dünya dövlətlərinin başına keçənlər əvvəldən də insan cildinə girmiş şeytanlar imiş, biz bunu vaxtında anlaya bilməmişik. Və bütün bunlar sadəcə suallar deyil, bütün bunlar gecə-gündüz qəlbimizi dolduran qorxular, beynimizi qəvirən şübhələrdir. Bugün bu və buna bənzər suallar haqlı olaraq önümüzü kəsir, bizdən məntiqli cavablar istəyirlər. Halbuki sürətli axışı ilə bizi də özü ilə sürükləyib aparan amansız zamanın törətdiyi əməllər qarşısında biz bugün gözümüzü döyə-döyə qalmışıq. Bugün zaman da çox başqadır. Bugün zaman dünəni bugünə, bugünü də sabaha əsla bənzəməyən hadisələrlə çıxır qarşımıza. Zaman dünəndə buraxdıqlarımızı bugün artıq çıraqla axtarsaq da tapa bilməyəcəyimiz bir dünyada yaşadığımızı, üstəlik çox çarələrin əlimizdən çıxdığı, baş verən qorxunc fəlakətlərin qarşısında aciz, əlyalın qaldığımız bir dünyada yaşadığımızı etiraf edir bizə. Üstəlik bugün zamanın özü də bizim əleyhimizə işləyir. Real vəziyyətin bu yerə gəldiyi bir gündə bir şeyi də qəbul eləmək zorundayıq ki, zaman anlayışı daima hərəkətdə olduğundan, insanlığın hər şeyi bundan əvvəl alışıq olduğu kimi zamana buraxması, arzularını hələ bir də zamana bağlaması, hələ bir də işıq sürəti ilə sona doğru axan zamandan mədəd umması bugün artıq olacaq şey deyil. Bugün bir tək sonsuz mərhəmət sahibi Allaha Cəllə Cəlaluhu üz tutmağın yeridir ki,
Günahlarımızın bağışlanması da, yeganə və son şansımız olan axirət aqibətimizin uğurlu bitməsi də ancaq və ancaq onun biləcəyi işdir. Allahu aləm. Bəşər övladı olaraq bugün biz elə yerdəyik ki, nə qədər məşğul olsaq da, başımız nə qədər önəmli işlərə qarışmış olsa da, bir şeyi əsla unutmamalıyıq. Biz payımıza düşən bu 5 günlük ömrümüzdən müsafiri olduğumuz bu dünyanın gərdişini araşdırmaq üçün də mütləq bir zaman ayırmalıyıq. Çünki həyatın bizə çəkdirdiyi çilələr də onu göstərir ki, bir ilin, bir ayın deyil, hətta başa vurduğumuz hər günün də ara bir ciddi şəkildə təhlil olunmasına ehtiyac var bugün. Bir anlasaq ki, bu ehtiyac bir zərurətdən irəli gəlir. Yubanmadan hərəkətə keçər, bu məsələyə ölüm-qalım məsələsi kimi yanaşar, onu bu qədər ciddiyə alar, yaşam uğrunda mübarizəmizi yenidən sıfırdan başlayarıq. İnsan olaraq bu həm də bizim haqqımızdır. Biz bu dünyanın gərdişini əvvəlcə təftiş, ardından da təhlil eləməliyik ki, gözümüzün önündə sürətli dəyişimə məruz qalan həyatımızı hər gün biraz da zorlaşdıran, bunun nəticəsində də hər şeyin dadını qaçırdan, həyatımızı yaşanmaz hala gətirən başlıca səbəbləri gec qalmadan aşkara çıxarda bilək. Biz o səbəbləri aşkara çıxartmalı, onları aradan qaldırmanın bir yolunu mütləq tapmalıyıq. Çünki biz nə qədər qiyamət yaxınlaşır desək də, baş verən hər şeyi qiyamətin əlaməti kimi qəbul eləsək də, yenə də arada uzun bir zamanın olduğunu da təxmin edə bilirik. Çünki zaman Cənab Allahın Cəllə Cəlaluhu əmrində olan bir məfhumdur ki, o zamanın bitiş anını da Allahdan başqa kimsə bilmir. Hal belə ikən biz də boş durmamalı, dünyanı yenidən əvvəlki halına gətirməli, həm də hər kəs üçün yaşanır hala gətirmək yolunda əlimizdən gələnləri eləmək zorundayıq. Çünki valideynlər olaraq biz dünyanı övladlarımıza bu şəkildə, bu qədər kirli, bu qədər bərbad halda qoyub gedə bilmərik. Buna bizim haqqımız yoxdur. Son. Bir xatirə. Gəzdiyimiz o yerlər. Moskva kinoteatrı məktəbimizin böyründə yerləşirdi. Üzü məktəbə tərəf dayandığımızda Moskva kinoteatrı bizim məktəbimizdən sağ tərəfdə çox yaxın bir yerdə yerləşirdisə də, əslində ünvan olaraq artıq başqa bir yaşayış massivinə aid idi. Belə ki, bizim orta məktəbimiz 1-ci mikrorayona, Moskva kinoteatrı isə artıq 3-cü mikrorayona aid idi. Halbuki bu ikisinin arasında bu gün də bəlkə vur-tut 500 metrlik bir məsafə ya ola, ya olmaya. O zamanlar bu iki yaşayış massivini bir-birindən ayıran da ikisinin arasından keçən tramvay yolu idi. Bu gün orada yol varsa da nə tramvay qalıb, nə də onun yolu. Bu gün orada onların heç izi tozu da qalmayıb. Bu yerdə birdən özümü öz sözümdə tutdum. Düşündüm ki, bu sətirləri oxuyan gənc nəsil söhbətin nədən getdiyini heç cür anlaya bilməyəcək. Necə anlasın ki, bir zamanlar bizim kinoteatr kimi tanıdığımız eyni bina son 20-25 ildir ki, Bakıda Moskva Univermağı kimi tanınır. Mən son dəfə təxminən 5 il əvvəl bu univermağı ziyarət edəndə o artıq böyük bir yuvelir mağazasına dönmüşdü. Çox geniş sahəsi olan univermağın 3 qatı da müxtəlif ölkələrin istehsal elədiyi müxtəlif növlü qızıl brilyant ağırlıqlı zinət əşyalarının alverini təşkil edən böyük bir ticarət mərkəzinə çevrilmişdi. Halbuki keçmişin xatirələrində heç nəyi dəyişmək mümkün deyil və mən əminəm ki, mənim yaşıdlarımdan kim o illərdə vətəni tərk edib getmişdisə, yəqin ki, eynən mənim kimi bu binanı bir kinoteatr kimi xatırlayır. Moskva kinoteatrı. Bu kinoteatr bizim kimi yeniyetmə gənclər üçün ona görə əhəmiyyət kəsb edirdi ki, o bizim məktəbimizin böyründə yerləşirdi və biz ilk fürsətdə bileti 10 qəpikdən 30 qəpiyə kimi arta bilən, bununla da hər kəsə uyğun gələn qiymətləri ilə bizə xüsusi şərait yaratmış olurdu. Biz də gah boş vaxtlarımızda, gah da dərsdən qaçaraq gizlin oraya gedər, orada dünya filmlərini izləyərdik. Təqvimdə may ayı, cədvəldə 4-cü rübün sonu idi. Biz 8-ci sinifi bitirmək üzrə idik. Bilənlər bilir, 8-ci sinif əslində natamam orta təhsil sayılırsa da, bu ildə buraxılış ili hesab edilirdi. Çünki bu il hər kəs özünə uyğun fərqli bir seçim edə bilər, orta təhsilini başqa yerlərdə, başqa təmayül üzrə davam etdirə bilərdi. Bəlkə də bu il sinif yoldaşlarımızdan kimsə təhsilini davam etdirmək üçün müxtəlif peşə məktəblərinə başvuracaq, sinifimizdən gedəcəkdi. Bəlkə də bu səbəblə idi ki, zehnimizdə ayrılıq havası özünə yer elədiyindən bu il hamı
duyğusal idi, həssas idi, kövrək idi. Yaşımızın da elə vaxtı idi ki, həm daxili dünyamızda baş verənlər mənəvi oyanış, həm də gələcəyimiz üçün düşündüyümüz, xəyalını qurduğumuz romantik arzuların köksümüzdə sığmamasından əmələ gələn gərginlik, həm də 8 il birlikdə keçirdiyimiz bu zaman ərzində bərkdən boşdan keçərək dəfələrcə sınanmış illərin əmələ gətirdiyi güvən ən möhkəm hisslərlə bizi bir-birinə bağlamışdı. Gün keçdikcə biz bunu daha da aydın hiss edirdik. İl başa çatmaq üzrədir deyə artıq bizim tərəfimizdən dərsləri ciddiyyət xeyli zəifləmişdi. Bu həm də ona görə idi ki, biz artıq illərlə davam edərək bir tərəfdən valideynlərimizin, bir tərəfdən də müəllimlərimizin bizi sıxan, bizi hər zaman gərginlikdə yaşamağa vadar edən tənbihlərindən də, öyüd nəsihətlərindən də bezmişdik. Biz artıq biraz sərbəstlik, azadlıq istəyirdik. Biz artıq çox şeylərin həllinə özümüz qərar vermək istəyirdik. Əslində işləri, peşələri bizi düşünmək, bizə necəsə yardım eləmək olan, bizim gələcəyimiz üçün narahat olan böyüklərimiz anlamırdılar ki, bu metod bir gün səbrin, itaətin, üzüyola olmağın tükənmişliyinə gətirib çıxarda bilərdi ki, o zaman da yerli yersiz qadağaların, güclü təzyiqlərin sonu asiliyin partlayışı ilə, etirazın üsyana dönüşü ilə bitə bilərdi. Halbuki hər zaman gəncləri qınamaq heç doğru iş deyildi. Bəzən onları anlamağa çalışmaq, özlərinin o yaşda olduqları zamanları xatırlamaq, o yerdən də məsələyə ayıq başlı nəzər salandan sonra bir şeyə qərar vermək daha doğru, daha sağlam yol idi. Evdə valideynlərlə, məktəbdə də müəllimlərlə höcətləşməkdən bezdiyimiz bir günümüzdə idik. Bizi burada tutan bu son ayı da bir təhər yola verib, hərənin bir tərəfə qaçmaq arzusu idi. Bir gün məktəbə səs düşdü ki, Moskva kinoteatrına yeni bir film gəlib. Yay və Məhəbbət adlı Braziliya filmi ömrünü tropik adalardan birində, həm dənizin sahilində, həm də bitməyən bir yayın içində keçirdən bir dəstə əhləkar gəncdən bəhs edirdi. Yeni film izləyənlərin xoşuna yaxşı təsir bağışlamışdı. Ona görə də məktəbdə hər kəs bu filmdən danışırdı. Elə oldu ki, həmin gün riyaziyyat müəllimimiz dərsə gəlmədi. Bizim qoşa saatımız boş qaldı. Əvəz eləməyə də kimsə tapılmadı. Dərs hissə müdiri bizə təklif elədi ki, məktəbimizə aid həyatyanı parkda gəzməyə çıxaq, 2 saat sonra da növbəti dərsə geri gələk. Biz isə sözü bir yerə qoyub, bugün ümumiyyətlə məktəbdən getməyə qərar verdik. Əlimizdə belə bir fürsət düşmüşdü ki, biz bu boş saatları Moskva kinoteatrında o filmi izləməyə sərf edə bilərdik. Qərar belə olunca biz məktəbdən çantalarımızla çıxmalıydıq. Ancaq buna imkan yox idi. Qapçı qadın bizi əşyalarımızla bayıra buraxmayacaqdı. Bu cəhdimizi dərhal direktora xəbər verəcəkdi. Nə edəcəyimizi düşünürdük ki, bugünə kimi heç bir intizamsızlığa özü yol verməyən, bizə də imkan verməyən sinif qolumuz ortaya belə bir təklif atdı. O bizi təəccüb içində qoyaraq dedi ki, əvvəlcə bütün sinif əşyalarsız həyətə çıxsın, keçib ağaclıqda toplansın, o da bizim çantalarımızı bir-bir pəncərədən aşağı atacaq. Biz hər zaman hamıya nümunə olan sinif yoldaşımızı bugün tamam başqa bir ampulada gördük. Halbuki onun yaramazlıq sayılan bu hərəkəti bizə daha çox xoş gəlmiş, onu bizlərdən birinə çevirmişdi. Biz çox sevindik və elə də elədik. Sinif qolumuz çantaları bir-bir aşağı atdı, biz də tutduq. O gün biz birlikdə kinoya da getdik. Qalan vaxtı da məktəbin qarşı tərəfindəki bir zaman həvəslə tikilməyə başlamış, ancaq sonra nə səbəbləsə tamamlanma işlərinin yarımçıq qaldığı atılmış xiyabanda keçirdik. Xiyabanın inşaatı uzun illər idi ki, yarımçıq qalmışdı. Aradan keçən bu vaxt ərzində görülən işlər də dağılıb tökülmüş, çəkilən xərc ziyan olmuşdu. İndi buralar avara gəzən gənclərin, qoyun-quzu otaran qəsəbə sakinlərinin istifadə elədiyi bir məkan halına gəlmişdi. Bir vaxt qazıntı işləri aparmaq məqsədi ilə qazılmış təpəciklərin hamısının üstünü yaşıllıq basmışdı. İndi o dərə-təpədə yaz çiçəkləri açmış, hətta belə bir xarabalığa da göz oxşayan bir görkəm vermişdi. Bizi də cəlb edən bu əsrarəngiz təbii gözəllik oldu. Üstəlik, hara olur olsun, təkcə məktəb olmasın düşüncəsi bizi özünə tabi edərək bizə bu istiqaməti göstərmişdi. Biz vermiş olduğumuz ilk müstəqil qərarımıza uyduq, yolu keçib bu xarabalığa gəldik. Biz bir qrup qızlar olaraq yaşıl çəməndə dövrə vurub oturduq. Söhbət edə-edə bir yandan da çöl çiçəklərindən çələnglər hörürdük. Oğlanlar bizdən aralıda, o vaxtdan çalın-çarpaz düşüb qalmış dəmir boruların üstündə ayaqlarını aşağı sallayıb oturmuşlar.
Onlar da öz aralarında şirin-şirin söhbət edirdilər. Nə biz onları, nə də onlar bizi eşitmirdilər. Bircə şey məlum idi ki, bu gün hər kəs qəlbinin qapılarını sinif yoldaşlarının qarşısında sonuna kimi açmışdı. Kimi gələcək arzularından söz açır, kimi bugünə qədər gizli tutduğu ilk məhəbbətindən bəhs edirdi. Kimi də sadəcə ailəsində yaşananlardan danışaraq dərdini paylaşırdı. Bir şey dəqiq idi ki, bugünkü səmimiyyət ölçüyə gəlmirdi. Sinifimizdə Fərhad adlı bir oğlan da var idi. Bu sinifdə oxuduğumuz 14 oğlanın arasında Fərhad xasiyyəti ilə, rəftarı ilə hər kəsdən seçilirdi. Fərhad qəribə bir oğlan idi, fərqli idi. O sakit idi, qabaq idi, az danışan, az gülən idi. Ancaq onda elə bir nəzakət, elə bir əxlaq var idi ki, biz hamımız içimizdə onu çox sevirdik. Biz bunu heç vaxt, heç yerdə dilimizə gətirməmişdik. Ancaq mən and içə bilərəm ki, biz hamımız onu eyni cür sevirdik. Sinifimizdə onu sevməyən yox idi. Hətta ürəyimizin bir küncündə nədəsə ona yazığımız da gəlirdi. Bu hissin səbəbini soruşan olsaydı, bəlkə də biz cavab verə bilməzdik. Ancaq hamımız hiss edirdi ki, Fərhadın bu cür qabaq olması boş yerə deyildi. Boş yerə ola bilməzdi. Bəlkə də Fərhadın bu şəkildə içinə qapanması ya onun daxilində çox ciddi bir dərdin, ya da çox dərin bir yaranın olması səbəbiyle idi. Biz bunu bilmir, soruşmağa da ürək eləmirdik. O gün vaxtımız xoş keçdi. Hər kəs bugünkü proqramdan məmnun qaldı. Səbəb də o idi ki, həmin o izlədiyimiz Braziliya filmi də, birlikdə keçirdiyimiz əyləncəli zaman kəsimi də bizə qiymətli gələn, təəssüf ki, gənc ömrümüzdə barmaqla saya biləcəyimiz xoş günlərimizdən idi. Ancaq o gün orada bundan daha qiymətli bir şey yaşandı ki, bu da qaraqabaq Fərhadın bir qəfil sinif yoldaşlarına qəlbini açması, dərdini paylaşması idi. O gün orada oğlanlar gələcək arzularından, harda oxuyacaqlarından, hansı məsələyi seçəcəklərindən danışarkən sıra Fərhada çatır. Ona da eyni suallarla müraciət olunur. İrəlini necə gördüyünü, nələr düşündüyünü soruşurlar. Bununla da onlar illərlə heç kimə sir verməyən yoldaşımızın qəlbinə yol tapmağa, dilini çözməyə çalışırlar. Fərhad gözlənilmədən suallara cavab verməyə başlayır. Ancaq onun cavabı da özü kimi qəribə, anlaşılmaz olur. Fərhad İrəlini zillət qaranlıq içində gördüyünü, ona görə də heç nə barədə xəyal qurmadığını söyləməklə hamını mat qoyur. Ondan niyə belə bədmin cavab verdiyini soruşanda Fərhad əvvəlcə susur, sonra da deyir: "Mənim gələcəyim yoxdur. Çünki mən irəlidə elə bir iş tutacağam ki, ömrüm türmədə keçəcək." Sinifimizin oğlanları heyrətlər içində onu araya alırlar. "Bu nə sözdür Fərhad? Niyə belə deyirsən?" deyə soruşanda Fərhad cavabında deyir: "Mən əvvəlcə bizi atıb getmiş, bizdən də bircə bina o tərəfdə yaşayan, gözümün önündə o biri arvadından olan oğluna gündə bir bahalı hədiyyə alar, mənə gözdağı verən vicdansız doğma atamı, sonra da evimizdə ilk gündən anama gün verməyən, məni də uşaqlığımdan bəri döyə-döyə mənliyimi təhqir edə əzən, bugün də ağır təhqirlərlə, söyüşlərlə söyüb batıran şərəfsiz ögey atamı öldürməyə düşünürəm. Ona görə də sabahlara heç bir plan tutmuram. Bu mənim çoxdankı niyyətimdir. Mən uzun illərdir ki, bu fikirlə yaşamışam və bir gün mən bunu edəcəyəm." "Bəs siz ona nə dediniz, nə ağıl verdiniz?" deyə biz təlaş içində soruşanda, oğlanlar dedilər ki, ona biraz səbirli olmağı, başqa bir yol seçməyi, həyatını məhv etməkdənsə, bəlkə bir gün baş götürüb buralardan getməyi tövsiyə edirlər. Biz eşitdiklərimizdən çox məyus olduq. Ancaq yoldaşımızın verdikləri məsləhəti də doğru hesab elədik. Fərhad başının üstünü kəsdirmiş bu iki bəladan canını qurtarmalı idi. Bu qəzəblə, bu kinlə yaşamaq olmazdı. O bir gün bu ağılsızlıq edər, həyatını məhv edərdi. Ona görə də ən doğru yol bu idi ki, bir gün bu iki bəlanı da arxasında buraxmalı, buralardan baş götürüb getməli idi. Fərhadın aqibəti necə oldu biz bilmədik. Həmin il o məktəbdən getdi və biz bir daha onun haqqında heç nə eşitmədik. Biz hamımız onun üçün dua edir, getmiş olduğunu düşünür, belə bir doğru seçim etmiş olduğuna ümid edirdik. Ancaq işin əsli necə olmuşdu, bunu bir Allah bildi. Bəlkə də Fərhad ağıllı hərəkət edərək baş ötüb getmişdi. Bəlkə də xaricdə, ya Avropada, ya Pribaltikada, yaxud elə Rusiyada yaşayanların arasında bizim Fərhadımız da öz həyatını qurmuş, qürbət həyatının başqa çətinliklərə müqayisədə adama nisbətən yüngül gələn fərqli çətinliklərinə sinə gərərək hardasa rahat yaşayırdı.
Hətta əgər belə idisə də, biz yaxşı bilirdik ki, insanların vətənlərindən baş götürüb getmələrinin kökündə hər zaman ağır problemlər, dərdlər, zülmlər dururdu. Mən özümüzdən bilirəm ki, bu məhz belə idi. Belə idi ki, millətimizin böyük bir hissəsi Rusiyada, bir hissəsi Avropada, bir hissəsi də Türkiyədə kök salmağı seçmişdi bir gün. Həyat onu göstərir ki, insanın həyatındakı dərd çəkilə bilənlərdən olanda insan o dərdə dözür. Bir gün düzələcəyinə, bir gün ədalətin bərpa olacağına inanır, vətənini buraxıb getmir. Lakin dərd çəkilməz olanda, məsələnin həlli daşa dirənəndə, insan da bu işin öhdəsindən gələ bilməyəcəyini, bu işin heç zaman da düzəlməyəcəyini anlayanda, artıq o başının üstünü kəstirmiş təhlükənin ciddiyyətini qəbul edir, daha boş yerə gözləmək istəmir, həyatının ən qəti, ən çətin qərarını verərək baş götürüb vətəndən gedir. Son zamanlar buna bənzər cəsarətli addım atanların sayı artmış, tərk vətən qərarı artıq çox insanların həyatından keçmiş, onların həyatlarını başqa yerdə, fərqli bir həyat tərzinə dəyişdirə bilmişdir. İllərlə davam edən belə bir məcburi miqrasiya nəticə etibarilə bütün millətlərin dünyaya səpələnməsinə səbəb olmuşdur. Halbuki, vətəndən uzaqda, yad bir ölkədə, hər mənada səndən fərqli bir əqidəyə, səndən fərqli bir mədəniyyətə sahib olan insanların arasında ömür sürməyin əsl adı sürgündür. İnsanları doğma elindən, obasından sürgün salan, qürbətdə vətən həsrəti çəkə-çəkə yaşamağa məcbur baxan səbəblərin arasında Fərhadın ömrünü zəhərləyən, onu normal insan kimi yaşamağa qoymayan o səbəb də var ki, bəlkə də bu səbəblərin ən sadəsi, ən yüngülü, ən ziyanlısı hesab edilə bilər. Halbuki bir ölkədə, ölkəni idarə edən ədalətsiz bir sistemin qırıb tökdüyü, əzib şikəst buraxdığı minlərcə insanlar var ki, diktatura rejiminin cəmiyyət içində bugün artıq bir norma halına gəldiyi özbaşınlığa qarşı dura bilmirlər. Zülm altında məhv olub getməkdənsə, ailələrini də götürüb o yad, yabancı ölkələrə köç edirlər. Belədir ki, dünya bugün də dərdli insanların daha güvənli bir sığınacaq tapmaq ümidi ilə səfərə çıxdığı bir karvan yolu olaraq qalır. Bütün coğrafiyaların içindən keçən bu yol, dəvə karvanının səhrada buraxdığı izlərə bənzər izlər buraxaraq, bəlkə dəfələrcə dünyanın başına dolanmağa yetəcək bir uzunluqdadır. Nə var ki, insanlar heç yerdə əmin-amanlıq tapa bilmirlər, bu karvan da durmadan yoluna davam edir. Tez-tez baş verən qanlı qadalı savaşlar dünyanın düzənini qasırğa kimi pozarkən o izlər də silinib gedir. Ancaq yeni insan karvanının yola çıxması ilə o izlər də yenilənir, bu axırın ardının hələ də gəldiyini, əsla kəsilmədiyini göstərir. Və heç kim də onları qınaya bilməz. Çünki bu qəribə miqrasiya qoşulanlar bu yola keyflərindən çıxmayıblar. Bu yola çıxanlardan kimiləri dünyanın bu başından o başına, kimiləri də o başından bu başına köç edərək Allahın yaratdığı uçsuz bucaqsız səmanın altında özlərinə təhlükəsiz bir sığınacaq axtaran məzlum insanlardır. Moskva kinoteatrı ilə bağlı xoş xatirələrimiz, ardından bizə ağır gələn, həyata atılacağımız, müstəqil addımlar atacağımız o işıqlı, o xoşbəxt gələcəyimizdə də özümüzə götürdüyümüz kədərli xatirələrimizdən yalnız biri idi. Bizim bildiyimiz, qəbul eləmək istəmədiyimiz digər problemləri gözümüzdə böyütsək də, onlar da daha çox ailə məişət xarakterli məsələlər idi. Biz o zaman hələ dünyanın hansı bir niyyətlə döndürüldüyünü, bu sükanın kimlərin əlində olduğunu, o hegemonların irəlidə insanlığın başına nələr gətirəcəyini bilmirdik. Biz, sinif yoldaşımız Fərhadın bir doğma, bir də ögey atasından çəkdiklərini dünyanın ən böyük haqsızlığı, bir insanın çəkə bilməyəcəyi ən böyük dərdi hesab edirdik. Halbuki, həyata atıldığımız ilk gündən gözümüzdən pərdə indi və biz həyatın mərhələ-mərhələ qabağımıza çıxartdığı, sonu da gəlmək bilməyən, bitmək bilməyən bir yaşam mücadiləsi ilə üz-üzə qaldıq. Nəticədə hələ bugün də qarşımızda cavabını axtarmağa aciz qaldığımız bir sürü aktual suallar var ki, bizi düşünməkdən də qoymur, rahat da buraxmır. Biz hələ də buna bənzər sualların cavablarını axtarmaqdayıq. Bu mücadilə bir gün bitəcəkmi? İnsanlar zülmə qalib gələ biləcəklərmi? Dünya nə vaxtsa hər kəsin
xoşbəxt yaşaya biləcəyi bir yer halına gələcəkmi? Biz müsəlmanıq. Müsəlman olmağımız bizi hadisələrin ortasında tək qalmaqdan, özünü çarəsiz hiss etməkdən qurtarır. Çünki biz bütün suallarımızın cavabını qarşımızda duran dərin bir elm dəryasından ala bilirik. O elmin adı İslamdır. İslam dini bizə deyir ki, bu dünya imtahanlar yeridir. Biz burada sadəcə dinimizin tələblərinə əməl edərək özümüzü, ailəmizi, bizə doğma olan insanları qoruya bilərik. Biz çox insanların düşdüyü o günah dolu yollardan, o günah dolu əməllərdən özümüzü və ailəmizi çəkindirə bilərik. Özümüzü və ailəmizi qorumaq bizim bir nömrəli məsələmizdir. Çünki Allah Cəllə Cəlaluhu bunu belə əlm etmişdir. Bu dünyada Allahın hökmlərinə əməl etməyimiz, həyatımızı bir müsəlman kimi sürdürməyimiz bir yandan da bizi bu dünyanın dərdisərindən qoruya bilər. Biz də bilərik ki, hər zaman Rəbbimizin qoruması altındayıq. Digər tərəfdən də bu mövqe, belə bir davranış, belə bizə axirətimizi qazandıra bilər ki, bu da ən önəmli demək azdır. Bir nömrəli məsələdir. Çünki dünya həyatı necəsə bir gün bitəcək, ancaq axirət həyatı əbədidir. Bunu belə qəbul etməyən kim varsa, bilməlidir ki, bugün o, İslamdan xəbəri olmayan bir cahildir. Biz bu dünya həyatını yaşayarkən bilməliyik ki, qarşımızda hələ bu dünyada ikəndə birini seçib təqid edəcəyimiz, üstəlik dünya həyatı bitəndən sonra da seçimimizə uyğun olaraq bizi son nöqtəyə kimi aparacaq ikicə yolumuz var. O yollardan biri çox sevilən, arzu edilən, uğrunda mücadilə aparılan yoldur ki, o yol cənnətə gedən yoldur. Digəri, sevilmək bir yana qalsın, adı çəkiləndə ürəyimizi qorxu ilə dolduran, canımıza od salan bir yoldur ki, o yolda cəhənnəmə gedən yoldur. Biz hələ həyatdaykən bu iki yoldan birini seçməli, o yolu təqib eləməliyik. Üstəlik seçim haqqı da bizimdir. Bir önəmli şey də o yollara aid yol hərəkəti qaydalarının, o qaydaların pozulduğu zamanı insanlara veriləcək cəzaların da bir kitabda yazılması, müasir dövrümüzdə yaşayan dünya sakinlərinin hamısına bəlli olması danılmaz həqiqətlər arasındadır. O qanunları nizamlayan elm, İslam, o qanunların yazıldığı kitab da Qurandır. Uzun sözün qısası, hər insanoğlu gec olmadan anlamalıdır ki, insanlığın qurtuluşu İslamdadır. İmanımız bizə Allahın qüdrətinə inanmağı, ona güvənməyi öyrədir. Təəssüf ki, qeyri-İslami məktəb sistemləri bizi bu dərin elmdən cahil buraxdı. Ona görə də çox sevdiyimiz sinif yoldaşımız Fərhada dinin bu xüsusda verdiyi nəsihətlərdən, göstərdiyi doğru yoldan söz açmaq ağlımıza da gəlmədi. Çünki bu qədər köklü, dərin bir elmin yeri qəlbimizdə boş qalmışdı. Halbuki Allaha təvəkkül etmək kimi bir yol var imiş ki, Allah hələ bu gündə hər şeyi ən gözəl şəkildə həll edən tək bir ilahdır. Əlhəmdülillah. İndi buradan baxanda təəssüf etdiyim o qədər şey var ki, bəzən düşünürəm ki, keşke o illərdə biz Fərhada deyə biləydik ki, tək bir ilah var. O da yerin, göyün sahibi olan Allahdır. Hər şey ona tabedir. Ona güvən, ona inan və bil ki, nə qədər onun adı dilindən düşməyəcək, o hər yerdə sənə yardım edəcək. O vaxt Fərhada deyə bilmədiyim bu həqiqətləri bugün mən xalqımın bütün gənclərinə vəsiyyət edirəm. Dünya əhalisinin çoxu kimi mənim həmvətənlərim də hələ bugün də bu haqqı danırlar. Allaha qarşı çıxırlar, onun varlığını qəbul eləmək istəmirlər. İnsanlar nə qədər asilik eləsələr də, nə qədər yollarını açsalar da, bir gün dünya həyatı bitəcək, hər şeyin sonu gələcək. O gün hər kəsin əməli, imanı, dini hesaba çəkiləcək. Belə bir günü gözünün altına almayanların, o gündən qorxmayanların vay halına. O gün gəldiyində cənnətdə də, cəhənnəmdə də hər şey Allahın Cəllə Cəlaluhu dediyi kimi, hər şey Allahın Cəllə Cəlaluhu müqəddəs kitabında təsvir elədiyi kimi olacaq. İnsanlığın hələ bir aqibəti danması bugün artıq gülünc doğurur. Çünki bugün insanların başına gələcək son aqibətin məzmunu bugün artıq hər ölkədə, hər dildə, hər millətin kitabxanasında qürurla dik durmuş kitab şəklində nümunəsi var ki, məzmunun artıq dizilərdə də təkrarlanan, cahil insanların isə hələ də bilmirdim, oxumamışdım, eşitməmişdim, xəbərim yox idi kimi gətirdikləri boş-boş bəhanələrinin önünü zirək kimi kəsən
Quran-Kərimdə necə yazılmışsa, hər şey eynən elə də olacaq. İki yoldan birinin sonunda əbədi cənnət bağçası, o biri yolun sonunda əbədi atəş, insanların yolunu gözləyən tək gerçəkdir. O iki fərqli dünya həm də heç vaxt sonu gəlməyən, hər ikisi də insanları əbədiyyətə aparacaq tək gerçəklikdir ki, bu gerçəklik də heç zaman dəyişməyəcək. Dua edək ki, Allah dualarımızı qəbul eləsin, günahlarımızı bağışlasın, bizi öz qəzəbindən qorusun. Unutmayaq ki, bir insan ömrünün ən böyük cəzası Allahın qəzəbidir. Allah bizləri əfv etsin və öz qəzəbindən qorusun. Dua edək ki, Allah bütün insanları islah eləsin, əfv eləsin, iman sahiblərini cənnətində bir araya toplasın inşallah. Amin. Allahu aləm. Son. Bir hekayə. Son. Xəstə özündə deyildi. Zaten müalicə edən doktor da bütün ümidlərinin sona gəldiyini, xəstənin artıq tranzitdə olduğunu 2 gün öncə söyləmişdi. Ancaq ailə bunu qəbul eləmək istəmir. Hər yarım saatdan bir ya oğlu ya da qızı doktoru yalvar-yaxarla palataya çəkir, ondan bir iynə vurmasını, bir dərman içitməsini, xülasə bir möcüzə göstərməsini xahiş edirdilər. Doktor palataya hər gəlişində xəstənin bir addımda geri getdiyini, bir həyat nişanələrini itirdiyini görür, bura toplaşmış insanları anlayışa dəvət edirdi. Baxın, mənim əzizlərim, mən sizi başa düşürəm, ağır şeydir. Bu vəziyyətlə barışa bilmirsiniz. Ancaq belə də olmaz. Siz anlamalısınız ki, tibbin də imkanları bir yerə qədərdir. Mənim əlimdən artıq bir şey gəlməz. Xahiş edirəm, anlayın bunu. Allahdan qorxun. Yol üstündə olan bir insana iynə vurmağın nə mənası var? Öz xəstənizə rəhminiz gəlsin. İndi biz onun bu halında nə şəkildə müdaxilə eləsək, bu onun üçün ancaq bir işgəncə olacaq. İndi onu sadəcə rahat buraxmaq lazımdır. Onun bu an haldan hala düşməsi də normal bir prosesdir. O bu dünya ilə haqq hesabını çəkir. Artıq sizi görmür, tanımır. Rahat buraxın onu. Qoyun bu dünyanı huzur içində tərk edib getsin. Xəstənin arvadı, elə demə doktor, getsin demə, bunu deməyə necə dilin gəlir? Biz onsuz nə eləyərik? Deyərək qəş eləyib özünə getdi. Oğlu onun qoluna girib, anasının yanındakı boş palataya sürüdü. Orada yatağa uzandırıb geri qayıtdı. Doktor, xahiş edirəm, dediklərinizə diqqət edin, getsin nədir? Hara getsin? Onu kim buraxır ki, o da getsin? Onun bir sürü yarımçıq işləri qalıb. Yubanmayın, bir şey eləyin, yalvarıram. Sizi qızıla tutarıq. Sizə nə istəsəniz verərik. Yetər ki, onu bircə anlığa da olsa həyata qaytarın. Bu çox vacibdir. Nə yaşı var ki, 65 yaşında da adam ölər, həm də ölənə də oxşamır axı. Baxın, əməlli başlı danışır, kimlərinsə adını çağırır. Heç ölməkdə olan insan da bu qədər danışar, bu qədər ad çəkər. Doktor bu heyvərə ailəni başa sala bilməyəcəyini anlayıb otaqdan çıxdı. Baş həkiminin otağına gedib ondan kömək istədi. Doktor, mən artıq yoruldum. Zəhmət olmasa indi də siz gedin, o tanışlarınızı başa salın ki, artıq edəcək bir şey qalmayıb. Məni də rahat buraxsınlar, xəstəni də. Baş həkim heç nə demədi. Ayağa qalxıb ağır addımlarla xəstənin yatdığı palataya getdi. Salman, bu nə hərəkətdir siz edirsiniz? Biz burada nə üçünük? Xəstələri sağaltmaq üçün deyirikmi? Bir şey mümkün olsaydı edərdik də. Bizi işimizi siz öyrətməyəcəksiniz ki. Xəstənin böyük oğlu olan Salman baş həkimdən üzr istədi. Doktor, Mərdan əmi, bizi bağışlayın, canımız odludur. Anam da özündən getdi. Biz ümidimizi üzə bilmirik. Başımızı itirmişik, bilmirik nə eləyək. İbrahim doktor dedi də, xəstəni rahat buraxın, qoyun yolunu getsin. O sizin üçün artıq yoxdur. Bəs axı yarımçıq sənədlər var. Bir dünya mirasın müəyyənləşdirilməsi, onun imzası olmadan biz onları necə həll edə bilərik? Baxın, siz 2 gündür deyirsiniz ki, o ölür. Ancaq o hələ də sağdır, həm də danışır. Doğrudur, bizimlə danışmır, ancaq yenə də danışır da. 1-2 adlar çəkir, nəsə deyir, nəsə soruşur. Deməli, hələ heç gec deyil də. Siz onu bircə anlıq özünə gətirin. Sənədlərə imza atsın, sonra yenə də getsin də. Siz bir yolunu tapa bilərsiniz də, elə deyilmi? Mərdan doktor xoruz kimi qızardı. Ağzından atəş püskürə-püskürə bağırdı. Sən nə qanmaz adamsan? Ağzımda deyirəm ki, kişi can hayandadır, ölür. Sən mənə sənət falan deyirsən. Əvvəlcədən niyə işinizə ehtiyatlı tutmamışsınız? Niyə indiyə qalıb bu işlər? Bax deyirəm Salman,
Ya özünüzü adam kimi aparın, ya da bu saat sizi attıraram çölə. Bir daha İbrahim doktoru narahat eləməyin. Oturursunuz, adam kimi oturun, kişi də canını tapşırsın. Yox, əgər özünüzü adam kimi apara bilməyəcəksinizsə, üzü solu çıxın gedin. Hər şey bitdiyində biz sizə xəbər verərik. Salman üzündə ümidsiz bir ifadə keçib bir tərəfdə divara söykəndi. Sonra divar boyu sürüşə-sürüşə yerə çöktü. Oradaca çömbətmə oturdu. Onun bu oturuşu bir insanın bütün ümidlərini itirdiyinə işarə edən bir oturuş idi. Ancaq Mərdan doktorun əlindən doğrudan da artıq heç nə gəlmirdi. Xəstə yatağında son yolçuluğuna çıxmış bu adam 30 ildən bəri Respublikada Daxili İşlər Naziri vəzifəsində oturan bir məmur olsa da, yaşının da pampersli nazirlərlə müqayisədə hələ çox az olduğu bir halda bir qəfil xəstələnmiş, qaraciyərinin serrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Yəqin ki, bir qayda olaraq içki məclisində keçən ömrü sonunda onu belə bir diaqnozla mükafatlandırmış, kefindən qalmaq istəməyən nazir öz yaşam tərzinə çəki düzən vermədikcə də xəstəlik onun qaraciyərini qum dənəcikləri kimi didib tökmüşdü. Görünür Zahid müəllim öz sağlamlığına çox güvənirmiş ki, həyatındakı bütün işləri səhmansız halda idi. Çoxunu yarı yolda qoymuşdu. Onun tamamlanmamış bir sürü işi qalırdı ki, ailəsinə buraxacağı miras barədə də heç bir vəsiyyət yazmadan, heç bir yazılı qərar vermədən yatağa düşmüşdü. Bu da ölümə məhkum bir xəstə üçün bağışlanmaz bir baş soyuqluq idi. Çünki o boyda nazirliyin sahibi belə məsələləri vaxtında düşünməli idi. Ortada onun dilindən bir vəsiyyətin olmaması çox təhlükəli bir vəziyyət idi ki, ailə üzvləri də bugün xəstənin ölümündən çox sahibsiz qalan mirası düşünür, ailə başçısının öləcəyindən çox mirasın əldən çıxacağından qorxurdular. Xəstə yaxınları ürəklərində başqa qayğıların təlaşını çəkərkən, Zahid müəllim də bütün bunlardan xəbərsiz son yolçuluğuna davam edərək öz aləmində can vermə prosesindən keçirdi. Ancaq necə şey idisə, onun can vermə prosesi də biraz uzun sürürdü. 2 gün arxada qalmışdı. Bugün 3-cü günü idi. O hələ də müxtəlif adlar sayaqlaya-sayaqlaya haldan hala düşürdü. Gah şıpır-şıpır tər tökürdü, gah od tutub yanırdı, gah dəhşətlər içində bağırırdı, gah da kiməsə acizanə yalvarırdı. İbrahim doktorla Mərdan doktor həkimlərə aid olan istirahət otağında oturmuşlar. İkisinin də qarşısında çoxdan süzülmüş, artıq buza dönmüş çay var idi. İkisi də dərin fikirlər içində idilər. Görünürdü ki, bir insanın can verməsi onlar üçün də çox ağır, heç vaxt alışa bilməyəcəkləri bir şey idi. Ancaq bir həqiqət də var idi ki, hər insan da eyni cür can vermirdi və bu təcrübəli doktorlar da qəbul edirdilər ki, uzun sürən can vermənin arxasında xəstəni yaxşı tərəfdən xarakterizə etməyi əngəlləyən bir çox səbəblər dura bilirdi. İkisinin də dərin düşüncələrə daldığı bir anda həyatında yüzlərlə insan ölümə şahid olmuş Mərdan doktor bir qəfil İbrahim doktorun da ürəyindən keçən bu sözləri dilə gətirdi. Zalım oğlu, o qədər günah işləyib, o qədər evləri yıxıb ki, bu dəfə də ömrü boyu ahını aldığı insanların haqqı bunun yaxasını buraxmır. Gör neçə gündür can verir, ancaq ölüb qutara da bilmir. Allah göstərməsin, çox qorxunc şeydir bu. İbrahim doktor da yavaşca əlavə elədi. Hələ görün o tərəfdə bunu nələr gözləyir də. Hə, tövbə, tövbə. Xəstə isə adlar saymağa davam edirdi. İlk çağırdığı adam kim idisə adı Səlim idi. Xəstə göz yumulu olduğu halda elə hey durmadan Səlim'i çağırırdı. Səlim, Səlim deyirdi. Yanında olan adamlar mat-mat bir-birinin üzünə baxırdılar. Kim dedi? Səlim? Səlim kimdir? Hansı Səlim? Səlimin kim olduğunu xəstədən başqa bilən yox idi. İndi burada Səlim adında nə qədər insanı xatırlasaydılar da, heç biri xəstənin çağırdığı Səlim olmayacaqdı. Çünki o Səlim xəstənin ömrünün lap o başından gəlirdi. Onu ancaq o tanıyırdı. O vaxt hər ikisinin 16 yaşı olan vaxtlar idi. Onlar bir sinifdə oxuyurdular. Bir gün bütün sinif yoldaşları ilə birlikdə sinif yoldaşlarından Tahir adlı var dövləti başından aşan Zavmaq oğlunun doğum gününə getmişlər. Tahirin otağında oturarkən Zahid güzgünün önündə ağzı açıq duran dəri cüzdanı və oradan görünən bir topa dolları gördü. Özünü saxlaya bilmədi. Göz-gözə vurub oradan 3 dənə 100 dollarlığı götürdü. Ertəsi gün oğurluq üstə istinqaq aparılanda Zahid Səlimi o pulu götürərkən gördüyünü dedi. Səlimin adını vermişdi. Çünki bilirdi ki, Səlim dilsiz, ağızsız, fağır bir oğlan idi. Arxasında duracaq bir adamı da yox idi.
Zahidin şahidliyi nəticəsində Səlimi döydülər, söydülər. Oğurluğu boynuna qoya bilmədilərsə də ona 3 il azyaşlıların koloniyasında keçirmək şərti ilə iş kəsdirdilər. Bu hadisədən sonra Səlimin həyatı alt-üst oldu. Görünür hansı bir qüvvəsə ölüm ayağında Zahidə tövbə etdirməyə, Səlimdən halallıq almağa çağırırdı ki, bu anda o da Səlimi çağırırdı. Səlimin harda olduğunu, öldüyünü və yaxud da hələ də həyatda olduğunu, bu çağırışların ona çatıb çatmadığını da ancaq Allah bilirdi. Ailə hələ də döyüküb bir-birinin üzünə baxırdı ki, Zahid müəllim artıq Sevil deyib çağırırdı. Bu adı da 2 ağız çağırandan sonra kişi əməlli başlı canı ilə əlləşməyə başladı. Vurnuxdu, nələrsə bağırdı, sonra biraz sakit oldu. Hər kəs bir-birinin üzünə baxırdı. Ailə Sevil adında heç kimi tanımırdı. Kim idi bu Sevil? Bilən yox idi. Sevil, Zahidin qrup yoldaşı Sevil. Çox savadlı bir qız idi. Hüquq fakültəsinə dağ kəndlərindən birindən gəlmişdi. Öz biliyi ilə qəbul olunmuşdu. Gözəl xəyalları, gələcək planları var idi. Tələbəlik həyatında birlikdə gəzməyə, dənizə getməklər də olurdu ki, bir gündə yay tətilində hamılıqla meşəyə moruq yığmağa getdilər. Meşədə tələbələrdən bir neçəsi yolu itirdi, düşərgəyə geri gəlmədi. Qalanları da onları axtarmağa çıxdılar. Zahidlə Sevil də onları axtarmağa çıxdılar. Bir xeyli gəzib dolaşdılar, heç kimi tapmayıb düşərgəyə geri gəldilər. İkisi də yağışa düşüb islanmışdı. Sevil öz çadırında əynini dəyişirdi ki, Zahid izin almadan içəri girdi. Sevil Zahidin gözlərində parlayan şəhvət qılıncımlarını görüb qorxdu. Nə qədər yalvardısa da olmadı. Zahid geri çəkilmədi. O gecə kimsənin haraya gəlməyəcəyi boş düşərgədə Zahid qızı zorladı. Ertəsi gün hamı qayıdıb gəlmişsə də heç kimin bu olanlardan xəbəri olmadı. Sevil həm utandığından, həm də qorxusundan heç kimə heç nə deməmişdi. Çünki Zahid onu hədələmişdi. Yeni dərs ili başladı, ancaq tələbələrin arasında Sevili görən olmadı. Həmin il Sevil universiteti yarımçıq buraxıb harasa getdi. Zahid onu axtarmadı. Bu gedişin səbəbini heç düşünmədi də. Çünki Sevil onun üçün heç bir dəyəri olmayan təsadüfi bir macəradan başqa bir şey deyildi. Zahid belə macəralara alışıq idi. Ona görə də bir gənc qızın namusuna toxunduğunu, onu bədbəxt elədiyini ağlına belə gətirməyən Zahid heç nə olmayıbmış kimi təhsilinə də, həyatına da davam elədi. Yox, Fərhad, yox, Fərhad, yox, bağışla. Fərhad, cəbhə yoldaşı, qoçaq bir oğlan. Vətən qeyrəti onu könüllü cəbhəyə getməyə məcbur eləmişdi. Zahid də onunla eyni hərbi hissədə zabit idi. Fərhadın düzgünlüyü boş yerə hər zaman Zahidin gözünə batmırdı. Ürəyinə danmışdı ki, bir gün bu oğlan onun xəyanətinə şahid olacaq. Nəhayət bir gün cəbhə xəttində Zahidin düşmənə yanacaq satdığını Fərhad gördü. Zahidin uzun zamandır vətənə bu şəkildə xəyanət elədiyini çoxdan eşitmişdi. Bu dəfə belə bir xəyanəti öz gözləri ilə gördü. Buna şahid oldu. Fərhad o qədər dürüst oğlan idi ki, bunu komandanlığa xəbər verəcəyini söylədi. Bununla da öz ölümünə hökm verdi. 2 gün sonra Fərhadın düşmən gülləsindən həlak olduğu xəbəri yayıldı. Ancaq o düşmən gülləsinin xain Zahidin silahından çıxdığını heç kim bilmədi. Məhbubə, elə deyil Məhbubə, getmə, dayan. 20 il əvvəl Zahidin polis bölməsində rəis işlədiyi bir dövr idi. Onun iştahı göylə gedir, hər kəsdən, hər xırda məsələ üçün rüşvət alırdı. O illər onun sərvətinin başına qar kimi yağdığı, sel kimi axdığı bir illər idi. Hökmü bütün sədləri aşa bilirdi. Sözünün üstünə söz deyən yox idi. Qılıncının önü də kəsirdi, arxası da. Bir gün aman zaman oğlunu savaş bölgəsində itirmiş bir şəhid anasına ev verilməsi məsələsində qanun pozğunluğu gəlib Zahidin masasına yatdı. Zahid də bu bədbəxt dul, üstəlik şəhid anası qadından bu məsələnin müsbət həlli üçün bu qadının nəsli bir yerə yığılsa yenə də toplaya bilməyəcəyi bir ölçüdə rüşvət istədi. Qadın çarəsiz qalıb razı olduğunu bildirdi, ancaq özü də korrupsiya ilə mübarizə idarəsinə gedib şikayət elədi. Onlardan yardım istədi. 42-45 yaşlarında gözəgəlimli qadın olan şəhid anası bir yandan da istintaqı işıqlandıran jurnalistlər güvənərək Zahidi rüşvət alan yerdə tutturmaq istədi. Əməliyyat hazırlandı. Düşünüldüyü kimi də baş tutulsa da Zahid tezliklə bütün bu işlə əlaqəsi olan vəzifəli şəxsləri rüşvətlə ələ aldı. Jurnalistlərin bəzisini rüşvətlə,
bəzisində hədə qorxu ilə ələ alıb susturdu. Sonra da öz başkəsən polislərdən ikisini yanına alıb dul qadının yaşadığı miskin komaya intiqam almağa getdi. Polisləri qapıda keşikdə qoydu. Özü içəri girib qadını yumruq təpik demədən ölüncə döydü. Qadının yerdə alqan içində yatdığı durumda insanlıqla payı olmayan bu vicdansıza üstəlik bir heyvanı şəhvət də gəldi. Qadının halsız, bayğın vəziyyətindən istifadə edərək ona təcavüz elədi. Bu zalım insanın ürəyi soyudusa da ancaq bundan sonra soyudu. Qadının bu bədbaxt, bərbad hal vəziyyətində onun üstünə bir lomba tüpürüb hələ bunları da deməyə üzü gəldi. Bax, bugün şəhid oğlunun xidmətlərinə görə medalını da aldın Məhbubə xanım. Daha ev almasan da olar. Bundan sonra kimə sataşmağa qalxdığına diqqət edərsən. Eşitdinmi ay yetimçə? Sən kim, mənə tələ qurmaq kim? Bu əyyamda sənin özün yox, Allahın da gəlsə mənə bata bilməz. İndi canın çıxsın, ölürsən öl, qalırsan qal. Zahid getdi. Gənc həyatını vətən uğrunda qurban vermiş bir şəhid anası bu cəmiyyətin ardan namusdan xəbəri olmayan bir polis rəisi tərəfindən o gecə beləcə alçaldıldı. Özündən çox oğluna aid olan namusuna da sahib çıxa bilməyən qadın o gecə o kömədə özünü asdı. Polis zorakarlığının, polis özbaşlığının çövdan elədiyi uzun illər boyunca adət edildiyi kimi bu məsələyə də bir etiraz aksiyası görüntüsü verdilər. Hər şeydə yüzlərlə buna bənzər hadisələr kimi tezliklə unudulub getdi. Bir gün sağlam vaxtı bu hadisəni Zahid müəllimin yadına salan olsaydı, o qadının adını soruşsaydı, Zahid 100 ildə fikirləşsə, belə bir əhəmiyyətsiz detalı xatırlaya bilməzdi. Ancaq indi gör ki, bu insanı canı candan ayrılarkən bu adın beləcə yadına düşməsi, dilinə gəlməsi çox qəribə bir şey deyildimi? Bu yaşanmışlar, çoxdan unudulub getmişlər, artıq iki dünya arasında olub da öz canının hayında olan bu adamın xatirəsinə hardan gəlirdi, niyə gəlirdi? Zahid bunları bilmirdi. Artıq bunları düşünəcək halda da değildi. Ancaq ən son an olmasına rağmen məlun yaddaş nə məqsəd güdürdüsə, hər şeyi bir-bir açıb ortalığa tökürdü. Həm də o ortalığa tökülənlərin içində neçə-neçə Səlimlərin, Sevillərin, Fərhadların, Məhbubələrin, Bilalların və daha kimlərin ah-naləsi var idi. Zahid müəllimin canvermə prosesi uzandıqca hər kəsin səbri tükənir, xəstənin palatasını yavaş-yavaş tərk edib gedirdilər. Əvvəlcə qapıda keşik çəkən polis nəfərləri getdilər. Onları rəisləri geri çağırmışdı. Görünür Zahid müəllimin tabiçiliyindəki polis rəisi artıq bu işin hara varacağını təxmin eləmiş, sağlam vaxtında hər kəsə zülm verməkdən ləzzət alan, gəlinini heç kimlə paylaşmayan, tamahkir, zalım, vicdansız nazirin sonunun gəldiyini anlamış, artıq onun hökmündən qorxmamış, onu ölmüş, özünü isə bu əsarətdən qurtulmuş hiss eləmişdi. Polislərdən sonra Salman getdi. O xəstəxanada heç nəyə nail ola bilməyəcəyini anlayaraq özünü atasının vəkilinə yetirməyə qərarı aldı ki, bəlkə bu miras məsələsini necəsə yoluna qoya bilsin. Kiçik oğlan ilk gündən nifrət elədiyi atasının yanına heç gəlmədi də. O atasının qarajında yan-yana düzülmüş, belə bir firavun atanın öz oğullarını belə həsrət qoyduğu, əlini vurmağa da icazə vermədiyi, say 50-ni aşmış, görüntüləri də, xəbərləri də 2 günün biri qəzetlərə manşet olan milyonluq maşınların yanına qaçdı. Niyyəti heç olmasa bu maşın kolleksiyasına necəsə sahib çıxa bilmək idi. Bir ölkənin naziri də olsa, belə bir atanın öləcəyi qalacağı Mahmudun heç vecinə də deyildi. Onun indiki dərdisəri ancaq bu maşınlar idi. Palatada ancaq vəfalı qadınlar, arvadı Validə və qızı Nilüfər qalmışlar. Onların da ürəklərində ikili fikirlər davamlı yer dəyişirdi. Zahidin onlara qarşı qəddar rəftarı yada düşüncə, ikisi də onu bu yataqdaca boğmaq istəyirdilər. Ancaq elə ki qan bağlılığı, vəfa borcu yada düşürdü, biri bir vicdansız adamın arvadı kimi, biri də doğmaca övladı kimi onun bu halına acıyırdılar. Hər necə olsa da bir neçə gün öncə bu kişinin zəhmindən hər kəs girməyə sıçan dəliyi axtarırdı. İndi isə bu boyda adam buradaca kimsəsiz uzanıb, sərsəm-səmzarması, yalvarışla kimlərəsə çağırması ən daş qəlbli insana da təsir edə bilirdi. Zahid müəllim bu dünyadan xeyli uzaqlaşmışdısa da, sadaladığı adamlar da, onlara qarşı törətdiyi əməllər də hələ ki bu dünyaya aid idi. Görünür bu dünya ilə haqq hesabı bitirmədən əvvəl keçmişlərdə yaşanmış hər cinayətin üstündən bir də keçmək lazım gəlirmiş. Bu durumu bir mütəxəssis gözü ilə izləyən olsaydı,
Zahid müəllimin bir sorğuya, bir istintaqa məruz qaldığını anlayardı. Ancaq o istintaqı aparan kim idi? Onun məqsədi nə idi? Bunu demək çətin idi. O isə bu dəfə Bilal deyirdi. Bilal deyib çağırırdı. Bilal, Bilal, ay Bilal, qardaşım. Validə xanım xəstənin yatağına yaxınlaşdı. Bilal? Nilüfər, eşidirsən? İndi də Bilal deyir. Bilalı neyləyir bu? Bilal artıq o Bilal deyil axı. Çağırsan da gəlməz. Bilal və ailəsi onların 40 illik ailə dostları idilər. Bir yerdə əmək fəaliyyətinə başlamış, çörək kəsmişdilər, dost olmuşlar, yoldaşlıq eləmişdilər. Zahidin nazir seçildiyi il Daxili İşlər Nazirliyində qəribə işlər baş verdi. Nazirliyin və daha yüksək rəhbərliyin yekdil qərarı ilə nazir postuna Bilalın namizədliyi irəli sürülmüşdü. Bilal da sevincini Zahidlə paylaşdı. Çünki ona güvəndi. Onu özünə müavin götürəcəyinə də söz vermişdi. O sözünü tutardı da, əgər nazir seçilə bilsəydi. Ancaq belə bir şey olmadı. Zahidin qurduğu hiylə nəticəsində Bilalın evindən böyük bir qutu dolusu dollar çıxdı. Bilalı bu pulları vəzifəyə getmək üçün kiməsə rüşvət vermək cəhdində günahlandırdılar. Haqqında cinayət işi açıldı. Heç nə sübut olunmadısa da Bilala 20 il iş kəsildi. Zahid isə onun yerinə Daxili İşlər Naziri təyin edildi. Validə qızına, qızı da anasına baxır, bəlkə heç olmasa Bilala xəbər versinlər deyə götür-qoy edirdilər ki, bu vaxtda Zahidin dilindən onların heç gözləmədikləri iki insanın adı çıxdı. Sevgi, qurban olum, sevgi, sevgi, Tural, canım, Tural, Tural, oğlum. Bu adları eşidən Nilüfərin az qala gözləri hədəqəsindən çıxacaqdı. Papa, sevgidən, Turaldan sənə nə? Onları niyə çağırırsan? Sənin onlarla nə işin ola bilər? Validə xanım da həyəcanladı. Vay evi yıxılan canım deyərək əvvəlcə öz başına iki əli ilə bir qapaz endirdi, sonra qızına yaxınlaşdı. Nilüfər, bu nə deyir? Eşitdin? Canım deyir, oğlum deyir. Ay bala, bu şərəfsiz sənin o rəfiqənin dediyi o yüksək vəzifəli adam olmasın. Elə deyilsə bu sevginin oğlunun adını hardan bilir? O qıza qurban olum niyə deyir? O qədəyə canım niyə deyir, oğlum niyə deyir? Hə, qızım? Nilüfər panikada idi. Başında da bir sürü fikirlər bir-birinə qarışmışdı. O gözlərindən axan yaşa da fikir vermədən həyəcanla deyirdi. Mama, mama, ay mama, mən hər şeyi anladım. Bunların ikisi də bizi aldadıblar. Mama, sən bu əxlaqsızın işinə bax. Bu qədər zamanı bizi barmağında oynadıb. Atası yerində papamla yaşayıb, onun məşuqəsi olub. Vay, 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 gör bunları şeytan nə qədər ağıldan çıxardıb ki, bu qədər vaxtı qorxmadan, hürkmədən gözümüzün qabağında belə bir işə qalxışıblar. Ay papa, səni Allah öldürsün, ay papa. Allah sənin cəzanı versin, ay papa. Mama, o ləçər mənə deyirdi ki, məşuqu böyük rəislərdən biridir. Mən isə heç nə anlamamışdım. Nə biləydim ki, atamı nəzərdə tutur. Görək. Dili də deyirdi ki, oğlum bir nazir oğludur. Deyirdi ki, bu uşağın atası bizi ovcunun içində tutur. Hər şeyimizi artıqlaması ilə verir. Bizi yüksək səviyyədə təmin edir. Heç öz ailəsinə ilə baxmır. Ailəçər. Deyirdi ki, dayan. Vay, ola bilməz. Nilüfər havalı bu sözləri deyərkən birdən dayandı. Nə fikirləşdisə tez telefonunu götürüb qardaşına zəng vurdu. Salman, hardasan? Gör sənə nə deyirəm. Başımızda çox böyük bir bəla var. Hər şeyi burax, öyrən gör mənim rəfiqam olan o əxlaqsız sevgi hardadır, nə edir? Çalış yerini öyrən, özün də tələs. Başın xarab olub, bu hardan çıxdı? Bu qədər dərdin arasında onu nə eləyirik biz? Məni diqqətlə dinlə. Bu şərəfsiz atamız bütün varidatını mənim əxlaqsız rəfiqam sevgiyə və onun doğduğu o bicvalaya vəsiyyət etmiş ola bilər. Sən yubanmadan vəkilə bunu anlat, bunu araşdırın. Salman heç nə anlamadığından soruşdu. Bacı, doğrudan da deyəsən sənin başın xarab olub. Sevgi hara, atam hara? Ona niyə versin mirasını? Niyə anlamırsan? Atam bayaqdan sevgi ilə Turalın adını sayıqlayıb durur. Həm də sadəcə adlarını çağırmır. Qıza canım deyir, qədəyə oğlum deyir. Əgər elə deyilsə, atam bu ləçərin adını niyə çağırır? Onun uşağının adını hardan bilir? Niyə bilir? Anlamadın mı? Sevginin həmişə gözümüzə soxduğu yüksək rütbəli sevgilisi atam imiş. Bizim atamız, şərəfsiz atamız. Biz isə qoyun kimi heç nəyi görməmişik, anlamamışıq. Ləngimə, bu məsələni yoxlatdır, biraz da tələs. Salman
xəttin o başından atasının ürəyindən ağır bir söyüş söyərək telefonu söndürdü. Nilufərlə Vahidə Zahidi öz bildikləri kimi didib dartışdırırkən, ona ağızlardan gələn söyüşləri yağdırırkən, Zahid öz aləmində vermək məcburiyyətində olduğu hesabatlarına davam edirdi. 3 il öncə günlərin bir günü Nilufərlə onlara qonaq gəlmiş gənc qızı xatırladı. Tanış olduqlarını, tanış olarkən də iki daşın arasında qıza "Nə gözəl adın var Sevgi, bu adın sahibi sevgi dolu olmalıdır. Sən də eləsənmi?" deyə şərəfsiz niyyətini heç gizlətmədiyini xatırladı. Sevginin əzilib büzülə-büzülə verdiyi cavab dünyada heç bir müqəddəs şey tanımayan Zahid üçün ümidverici bir siqnal oldu. Sevgi demişdi: "Bilmirəm, bu barədə heç vaxt düşünməmişəm. Həm də mənim sevgi dolu olub-olmadığımı mən deyil, məni yaxından tanımaq istəyən şəxs öyrənə bilər. Mənim belə bir şansım ola bilərmi? Bu dünyada hər şey ola bilər. Sadəcə hər şey şərtlərə bağlıdır." Bu dialoq onların bir-birini düzgün anlamasına yetdi. Çox keçmədi ki, Zahid müəllim qızı yerində bir qızla, həm də qızının ən yaxın rəfiqəsi ilə yaxınlıq eləməyə başladı. Sevgiyə bir villa aldı, altına maşın alıb qoydu, onu qızla brilyanta tutdu. Zahid müəllim Sevginin bütün tələblərini, bütün şərtlərini qəbul edib yerinə yetirməyə başlayınca, Sevgi də yaşlı bir adam da olsa, onunla birlikdə olduğu sürəcə bitib tükənməyən bir sərvətə sahib olacağını anladı. Vaxtında bu yaşlı adamı əsarətində saxlamaq üçün ondan bir oğlan da dünyaya gətirdi. Sevginin çox hiyləgər olması sayəsində 4 il boyunca davam edən bu münasibətdən heç kimin xəbəri olmadı. Birgəlikləri başlayandan 2 il sonra bu yaxınlıqdan Tural adlı bir uşaq da dünyaya gəldi ki, bundan sonra bütün ixtiyar, hər məsələnin açarları Sevginin əlinə keçdi. O gündən də Zahidin ailəsi bir yana, Sevgi ilə Tural bir yana oldu. İndi ölüm yatağında verdiyi hesabatlarda bəlkə də bu məsələ yeganə hal ola bilərdi ki, Zahid müəllim bu dünyada ancaq iki insana özündən də artıq qiymət vermiş, onları həqiqətən də sevmişdi. Ancaq bu günah dolu yasaq həyatın ona mənfi, yoxsa müsbət xalq qazandıracağını da heç kim deyə bilməzdi. Nilufər ancaq indi hər şey bir-bir yada salır, hər şeyin az qala göz qabağında baş verdiyini, ancaq inanılması çətin olduğundan heç kimin bunu görmədiyini, anlamadığını başa düşürdü. O nə edəcəyini bilmir, məsələyə harda müdaxilə edəcəyinə qərar verə bilmirdi. Başında bir sürü fikir bir-birinə qarışmışdı. Nilufər kənarda büzüşüb oturmuş anasına baxdı. Ona yazığı gəldi. Sonra nə fikirləşsə dedi: "Mama, qalx, özünü bu şərəfsizdən ötürü öldürmə. Mən taksi çağırıram. Get evə. Neçə gündür yatmırsan. Get bir duş al. Yat, dincəl. Bəs sən nə edəcəksən? Burada tək qalacaqsan? Mənim işlərim var. Sonra mən də sənin yanına gələcəyəm." Nilufər anası taksiyə mindirib yola saldı. Özü palataya qayıtdı. Sevginin nömrəsini yığdı. Telefondan bu nömrənin bağlı olduğu cavab gəldi. Nilufər Sevginin ünvanına bir sürü söyüş söyüb atasına baxdı. "Öl canını qutaray papa. Günah hələ də sənin adam bilib yanında duranlardadır. Yaxşı ki, gəvərib getmədən özün öz dilinlə öz zibillərini açıb tökdün. Allah sənin bəlanı versin papa." Bu vaxt Salmandan zəng gəldi. O həyəcanla Nilufərə nələr dedisə, Nilufər telefonu söndürdü, atasına yaxınlaşaraq son zəhərini də onun üstünə töküb dedi: "İnşallah Allah səni cəhənnəmə vasil edər, sən də orada bizə elədiklərinə görə əbədi bir atəşdə cayır-cayır yanarsan papa. Xəbərin olsun ki, haqqımızı sənə halal eləmirik. Bizdən nə gizlədinsə, kimlərə peşkəş elədinsə, sənin də onların da haramı olsun, burnunuzdan gəlsin." Nilufər qəzəbli halda palatanı tərk edib getdi. Ancaq bundan bir də axşamüstü doktorların xəbəri oldu. İbrahim doktor xəstəxananın koridorunda bir sakitlik hiss edib palataya girəndə Zahid müəllim artıq haqqın dərgahına vasil olmuşdu. Yanında yaxınlarından heç kim qalmadığından görünür canlı da yalqızlıq içində vermişdi ki, ortada keçmiş nazirdən geriyə bir insanın son anında onun heç vaxt arzulamadığı bir görüntü ilə canını verməsi qalmışdı. Ağzı da, gözü də açıq qalmışdı. Ağzının əyri qaldığı bir can ağrısı ilə əlaqəli olmalı idi ki, ölən insanın yaxınları bu məqamda cəld tərpənməli, ölmüş insanın çənəsini isti-isti bağlamalı idilər. Zahidin ağzından son anda daşmış köpük də yanağı ilə axaraq çənəsindən boynuna kimi gəlmişdi. Bir-birinə dolaşmış şəkildə
qıc olmuş ayaqlarını düzəltmək olacaqdımı ya yox, ancaq bir canın candan çıxmasının nə qədər əzablı, əziyyətli olduğunu anlamaq üçün Zahid müəllimin bu son durumuna baxmaq kifayət edirdi. Görüntünün ən qorxuncu Zahidin gözləri idi. Gözləri hədəqəsindən çıxmış, tavanda qorxunc bir şey görmüş kimi dəhşətlər içində donub qalmışdı. Oğlu yanında olsaydı, vaxtında gözlərini qapadardı. Salman burada yox idi və çox güman ki, bir daha heç gəlməyəcəkdi. O bacısına son dəfə zəng vuranda artıq apardığı bütün araşdırmaların nəticəsini ona bildirmişdi. Əldə edilən sənədlərdən məlum olmuşdu ki, sən demə, ataları bir neçə ay öncə Turalın doğum günündə bütün mirasını sevginin adına keçirilmiş. Belə ki, artıq ortada bir vərəsəlik məsələsi də qalmamışdı. Belə bir addımdan sonra artıq Zahidin özünün heç nəyi yox sayılırdı. Sevgi də 3 gün öncə görünür Zahiddən ümidini üzmüş, hər şeyi yığıb-yığışdırıb Amerikaya köçmüşdü. Sən demə, bu az yaşlı cadugar hələ keçən yay Amerikada özünə böyük bir villa alıbmış, sevgi qapısında Mahmudun boynunu büküb durduğu qarajı da içindəki milyonluq maşınlarla birlikdə bir iş adamına satıbmış. Belə ki, artıq Zahidin adında nə bir ev, nə bir maşın, nə də mal pul qalmışdı. Nə vardısa, sevgi hamısına sahib çıxmış, özü də özü ilə aparmışdı. Bu məlumatlar bu şəkildə üzə çıxmışdı ki, Nilüfər də bütün nifrətini, bütün acısını ölməkdə olan atasının üstünə töküb getmişdi. İbrahim doktor tibb bacılarını yardıma çağırdı. Cəsədi morqa göndərmək üçün hazırlığa başlamağına sərəncam verdi. Özü isə baş həkimin otağına qayıdıb vəziyyəti xəbər verdi. Mərdan doktor qaşqabaqla Zahid müəllimin evini yığdı. Telefonu oğlu götürdü. Salman, atanız keçindi. Dəfn işlərini nə zaman başlamaq istəyirsən? Heç vaxt. Bizim belə bir atamız yoxdur. Onu kimsəsizləri necə dəfn edirlərsə, elə də dəfn etdirsinlər. Məkanı da cəhənnəm olsun inşallah. Doktor öyüd vermək məqsədi ilə nəsə demək istədi. Salman, oğlum, ancaq çatdırmadı. Çünki Salman telefonu söndürdü. Mərdan doktor başını qaldırıb İbrahim doktorun üzünə baxdı. İbrahim doktorun gözlərində hər şeyi anladığını başa düşdü. Bax, belə doktor. Bu da növbəti bir Azərbaycan nazirinin sonu. Allahu aləm son. İnşallah növbəti 34-cü kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.